Salam, salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, sizləri Buzovnadan salamlayıram. Buzovnanın demək olar ki, ən gözəl ərazilərindən biridir. Mərkəzi yolun üstündən. Buzovna Maştağa yolu, Buzovna Vişnovka yolu. Düz Musa Nağıyev küçəsinə girişdə 9 sotun içərisində şəxsi olaraq inşa olunmuş bu ev yeni restavrasiyadan, təmirdən çıxıb, döşəməsi parket, 2 mərtəbə, monolit beton, 4 yuxarıda, 1 aşağı, 6 otaqlı. Bu ev satışa çıxıb. Sizlərə təqdim edirəm. Əziz izləyicilərimiz, eyni proyekt, eyni evdən göstərim buradan. Elvin, gəl bura, gəl, zəhmət olmasa. Eyni proyekt, eyni evdən, baxın, bir dənə də orada var. O da 9 sot, 450 kvadratdır, bu da 9 sot, 450 kvadratdır. Amma o ev əşyalıdır. O ev əşyalı olduğu üçün o evin qiyməti başqadır, bu evin qiyməti başqadır, söyləyəcəm inşallah. Ümumi həyət qapısıdır, darvazasıdır. Oradan girdin içəri, sağ tərəfdə orada gözətçi evidir, gözətçi evi. Onun yanında 2 maşınlıq qarajdır. Həyət üçün nəzərdə tutulmuş. Bu otaq açıqdır, prosta göstərmirəm, çox yormaq istəmirəm sizi. Bu otaq buradan bura qədər texniki otaqdır. Bir dənə də aşağı həyətdə, arxa hissədə sanitar qovşağı var. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Bütöv olaraq sənədlidir, 9 sotdur. Evin qarşısında olan yaşıllıq maşallah, landşaft hissəsi çox qəşəngdir, çox da gözəl bəzədili, baxımı var, super görünür. Bu güşəni isə gələcəkdə üstün bağlayıb, burada bir dənə qəşəng oturmaq üçün söhbətgah, balaca bir söhbətgah etmək olar. Evin qarşısında ümumi giriş hissədə burada verandadır. Üstündə eyvanı var. 2-ci mərtəbədə yataq otaqlarından. Sonra burada daşma hovuz. Qəşəng bir səliqəli daşma hovuzdur. Heç bir qonşu tərəfindən görünmür. Çox superdir. Hovuzun həyətində bu tərəfdə üzr istəyirəm. Həyətdə hovuzun yanında burada söhbətgah var. Hovuzun motorxanası burada, həyətin su ambarı, burada hovuzun əlavə olaraq su ambarı da olmalıdır, o da burada yerləşir, söhbətgahın içərisində. Burada su hövzəsi, manqal, bu da evin arxa hissəsidir. Bu giriş-çıxış qapı isə, bu giriş-çıxış qapı sizlərə deyəcəm, bu içərdən göstərəcəm, sizi bağlıda açmadı, bu mətbəxdəndir, birbaşa. Yəni buradan mətbəxdən istifadə edib həyətə də keçib getmək, gəlmək olar. Kupçalıdır, torpağın da evində kupçası var, əşyasızdır. Evdə çoxdandan yaşayış olub, amma bugünkü gün təmirdən sonra heç bir yaşayış olmayıb. Evin içərisi çox gözəldir, çox qəşəngdir, yaxşı təmir olunub. İnşallah ki, kiminsə zövqünə uyğun olmasa nəsə, mənə elə gəlir ki, ev sahibi yaxşı insandır, dəyişiklik eləyə bilər. Keçək evin daxilinə. Evin ümumi giriş qapısı 1-ci mərtəbədə isti polda var, batareyalarla, isti döşəmə də var, batareyalarla təchiz olunmuş otaqlar da var. Hündür tavandır, dartma tavanla təmir olunub. Ev qəşəngdir, səliqəlidir və güclüdür. Yer çox möhtəşəmdir, yerləşmə yeri çox möhtəşəmdir, hər bir yerə yaxındır. Aeroporta, hava limanına, sonra Buzovna Bilgəh yoluna, Mərdəkana, Vişnovkaya, Maştağıya, şəhərə, ən yaxın ərazidə yerləşir. İçəri keçən kimi geniş belə bir dəhlizimiz var. Dəhlizdən keçən kimi solda mətbəx otağı yerləşir. Böyük qəşəng bir mətbəx otağıdır. Mətbəx mebeli falan hamısı yenilənib. Bu mən çöldə sizə göstərdiyim həmən qapıdır ki, buradan birbaşa çölə söhbətgaha giriş-çıxış qapısı var əlavə olaraq. İkinci qapısı da oradan seyfdir, həyətdən qoyulub. Burada belə güşə düzəlib, bəzənmə stolu kimi, travertin daşlardan istifadə olunma çox qəşəng görünür. 1-ci mərtəbədə yerləşən, baxın, yataq otağı, döşəmə parketdir. Hündür tavandır, maşallah, gözəldir. Burada sanitar qovşağı. Qapısı buran qoyacaqlar.
Burada da ki kiçik bir qəşəng, səliqəli bir saunası var. Sanitar qovşağı ayrıca ayaq yoludur. Belə deyim, bu ayrıca ayaq yoludur. Bura isə hamam otağıdır. Birinci mərtəbədə demək olar ki, ayrı-ayrı 2 dənə, 3 dənə ayaq yolusu var, saunası var. Buranı da göstərim. Ümumi giriş hissədə dəhlizdə olan dolab divarın içərisində. Bura isə qəşəng bir geniş qonaq otağıdır. Əkiz qoşa qapısı var. Qəşəng, səliqəli, döşəməsi parket. Sonra bunun daxilində özünün qazla işləyən kameni. Bir daha söyləyirəm, istili sistemi həm batareyalarla, həm də isti döşəməylə təmir olunub. Qəşəngdir, kupçalıdır. Qiymət isə, bu evin qiyməti bugünkü gündə start qiyməti 950.000 manatdır. Valla burada yer bilirsiniz, burada yerlər çox bahadır. Evdəki maşallah qəşəng, böyük, geniş bir evdir. 2 ailənin yaşaya biləcəyi evdir bura, əziz izləyicilərimiz. Buradakı pilləkənin altıdır. İnşallah gələcəyində buranı dolab da yığıb, oradan da istifadə eləmək mümkündür. İndi isə qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 4 yataq otaq yerləşir, ümumi sanitar qovşağı və otağın içərisində sanitar qovşağı var. Evin içərisindən Elvinin çox xoşu gəlir. Deyir, çox qəşəngdir. Parketə bax, görsən nə qəşənglik verirdi oradan. Başqa bir şeydir də bu. Villaya birbaşa yapışır. Burada 2-ci mərtəbədə dəhlizdir. Dəhlizdə qəşəng belə bir divarın içərisində dolablar var. Bura qəşəng su verirlər, qab-qaşıq yığırsan. Və yuxarıdakı dartma tavandır. Dartma tavanla təmir olunub. Buradan keçən kimi sol tərəfdə həyətə baxır, eyvan var. Aşağıdan gördünüz, mən açmayacağım. Seyf qapıdır. Sonra gəlirəm. 2-ci mərtəbədə yerləşən ümumi sanitar qovşağıdır. Vallahi mən çox qəşəngdir. Qiymətində bir dənə yaxşı indirim eləsə, məncə müştərilərimizə uyğun olar. Yerinə görə. İş adamlarına, işə rahat gedib gəlmək üçün. Yataq otağıdır. Yataq otağının pəncərələri, bütün pəncərələr hamısı dəmir barmaqlarla təhciz olunub. Elvincə buradan görünür elə, obursunu sən həyətini də göstər. O da qeyri-adi bir landşaftdır. Onun da gözəl yeri var. O da yaxşıdır. Əslində onun həyəti bundan da yaxşıdır. Onun qiyməti başqadır, tam əşyalı olacaq. Bu isə əşyasız satılır. Sanitar qovşağıdır yataq otağının daxilində. Cakkuzisidir. Oy, bunda nələr var ay Elvin? Bunun içərisində nələr var? Hər yerdən su. Qardırob otağın içərisində, divarın içərisində təmir olunub. Yataq otağıdır. Maşallah, qəşəng işıqlı yataq otağıdır. Gözəldir. Burada da yataq otağıdır. Bir dənə orada dolab var. Bir dənə də burada divarın içərisində dolab. Maşallah dərindir özü. Qəşəngdir. Gözəl evdir. Elvin, xoşun gəldi? Əladır. Sonra keçdik. Bir dənə bunu təqdim eləməmişik də. Bunu da təqdim eləyək. Bu da ki maşallah, bu vəbşi böyük bir otaqdır. Bunun da içərisində 2 dənə divarın içərisində dolabı var. Bir dənə burada, bir dənə də burada. Çox sağ olun əziz izləyicilərimiz. Bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.